bir molla bütün kişiləri toplayır meçidə və belə bir söhbət aparır ki, eşitmişəm ailələrinizdə deməli çox belə ağalıq eləyirsiniz, xanımlarınıza söz deməyə qoymursunuz, amma yəni evdəki xanım, arvad, həyat yoldaşı öz məsləhətləri ilə yalnız xeyirliyə, bərəkətə doğru aparar deməli ailəni. Ona görə siz arvadınızdan deməli biraz çəkinin, qorxun, sözünə qulaq asın və kimə mənim bu söhbətlərim çox danışır. Bir saata kimi bunlara məruzə eləyir və sonra görür ki, hamı oturub belə yorulmuş halda deyir, məni başa düşdünüzmü? Yəni ailədə qadının sözü hakim sözdür. Yəni siz gərək ona tabi olasınız və qulaq asıb qorxasınız arvadlarınızdan. Kim deyir mənim sözümü başa düşdü, dursun ayağa. Kim arvadlarından qorxur evdə? Deməli, hamı meçiddə durur, bismillah elib ayağa qalxır, bir nəfər oturur. Deyir, sən lap fil ürəyi yemisən, sən yəni arvadından qorxmursan, özdə hamımıza bunu bildirirsən. Deyir, yox, ağa başıva dönüm. Elə indicə evdən gəlirəm, arvad vurub ayağımı sındırıb.